Gəldik növbəti suala. mis-2 sulfidi nitrat turşusu ilə qarşılıqlı təsirində reaksiyasında oksidləşmə məhsulunun əmsalını müəyyən edin. Demək ki, burada mis -2 kükürt -2-dən 0-a oksidləşib, azot -5-dən azot -2-yə reduksiya olub. Deməli, azot -5-dən azot -2-yə 3 elektron alıb. Kükürt -2-dən kükürt 0-a 2 elektron itirib. Deməli, onda 3 bura, 2 bura yazılsa, 3'ü bura yazsaq, 2'ni bura yazsaq, o zaman kükürt 3 olduğuna görə burada bir 3 yazsaq, misin sayını bərabərləşdirsək, 6, 2 də burada 8 bura düşər və suyun da qarşısına 4 düşər. Ən sonda oksigenlərimizi sayaq. 24 oksigenimiz reaksiyaya daxil olub. 6, 18, 2, bəli düzdür və oksidləşmə məhsulu 0-a gəlmiş kükürtdür, əmsalı 3-dür. Növbəti sualımız hansı ifadə doğrudur? İyon kristal qəfəsli maddələr bərk halda elektrik cəryanı keçirər. Xeyr, iyon kristal qəfəsli maddələr sadəcə məhlulda və ərintidə elektrik cəryanını keçirdir. Atom kristal qəfəsin düyün nöqtələri arasında bəli kovalent rabitə mövcuddur. Məsələn, silisium 4 oksiddə kristal qəfəsin düyünlərində silisium və oksigen atomlarıdır və onlar bir-birindən çox güclü kovalent rabitələrlə birləşiblər. İyonlaşma enerjisi neytral atom mənfi yüklü iyona çevrilən zaman ayrılan enerjidir. Xeyr, iyonlaşma enerjisi atomdan bir elektron qopardan, yəni onu müsbət yüklü iyona çevirən zaman ayrılan enerjidir. Molekulyar quruluşlu maddələr elektrik cəryanını keçirtmirlər, çünki burada iyon əmələ gəlmir. Növbəti sualımız fiziki prosesdir. Təbii ki, fiziki proses bunların içində distillə və xromatoqrafiyadır.